Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Salam, dəyərli izləyicilər. Bu video materialımız vasitəsilə sizlərə ölkəmizdə həyata keçirilən pensiya artımları, sosial müavinətlər, müxtəlif növ təqaüdlər və digər sosial yardımlarla bağlı ən son və olduqca ətraflı məlumatları təqdim edəcəyik. Hansı pensiya növünün nə qədər artırıldığı, müavinət və təqaüdlərdəki dəyişikliklərin miqdarı və bu artımların konkret olaraq hansı vətəndaş qruplarına şamil ediləcəyi barədə bütün detalları bircə nəzərinizə çatdıracağıq. Pensiyaların indeksləşdirilməsi və ödəniş qrafiki. Bəli, hörmətli izləyicilərimiz, artıq bildiyiniz kimi əmək pensiyaları ilə bağlı tətbiq olunacaq illik indeksləşdirmə faizi rəsmən müəyyənləşdi. Pensiyalar 9,3% dərəcəsi ilə indeksləşdirilərək artırıldı və artımlı pensiyaların vətəndaşların hesablarına köçürülməsi prosesinə fevralın 13-də start verildi. Sevindirici haldır ki, ölkənin bütün bölgələri üzrə pensiyaların maliyyələşdirilməsi artıq faktiki olaraq tamamlanmış sayılır. Fevralın 13-də başlayan bu geniş miqyaslı köçürmə prosesi həftənin ilk günü olan fevralın 16-da tam şəkildə yekunlaşdı. Əlillik pensiyalarında gözlənilən yeniliklər. Qeyd etmək yerinə düşər ki, qarşıdakı dövrdə bəzi müavinətlər, təqaüdlər və əlillik pensiyalarında da müəyyən artımların reallaşması gözləniləndir. Əlillik pensiyalarına gəlincə, bu istiqamətdə sonuncu artım dalğası bir qədər əvvəl, yəni 2025-ci ilin yay aylarında baş tutmuşdu. Həmin vaxtdan təxminən 6-7 ay keçməsinə baxmayaraq, əlillik pensiyalarının yenidən artırılması məsələsi yenidən dövlətin gündəmindədir. Bu mövzu ilə bağlı, yəni əlillik pensiyaları haqqında daha dərindən və ətraflı məlumatları növbəti videolarımızda sizlərlə paylaşacağıq. Sosial müavinətlərdəki artım proqnozları. Hazırki videomuzda isə əsas diqqətimizi bəzi sosial müavinətlərin artımına yönəltmək istəyirik. İlk növbədə yaşa görə verilən və hazırda 220 manat təşkil edən sosial müavinətdən danışaq. Bu ödəniş növünün təxminən 30 manat civarında artırılması və böyük ehtimalla 250 manata çatdırılması nəzərdə tutulur. Bu müsbət dəyişikliyin ayın sonuna qədər təsdiq edilməsi və təsadüf etməsi gözlənilir. Bir məqamı da xüsusi vurğulayım ki, bu 220 manatlıq məbləğ əlillik pensiyası ilə qarışdırılmamalıdır. Bu, məhz qocalığa görə təyin olunan müavinətdir. Yəni, 65 yaşına çatmış, lakin əmək pensiyası almaq üçün kifayət qədər stajı və ya kapitalı olmayan vətəndaşlarımıza ödənilən dövlət dəstəyidir. Ünvanlı dövlət sosial yardımı, yeni rəqəmlər və qaydalar. Daha bir mühüm xəbər isə ünvanlı dövlət sosial yardımı ilə bağlıdır. Artıq bu yardımın məbləğlərində də artım müşahidə edilməkdədir. Sözsüz ki, bu çox böyük bir artım kimi görünməyə bilər, lakin ötən ilin statistik rəqəmləri ilə müqayisə etdikdə cüzi də olsa irəliləyiş olduğunu görə bilərik. Azərbaycanda sosial yardımın təyini üçün əsas götürülən ehtiyac meyarı hazırda hər nəfər üçün 300 manat səviyyəsində müəyyən edilib. Bu isə o deməkdir ki, məsələn, 4 nəfərdən ibarət olan bir ailə üçün ehtiyac meyarı ümumilikdə 1200 manat təşkil edir. Əgər həmin ailənin aylıq rəsmi qazancı 1200 manatdan aşağıdırsa, onlara ünvanlı sosial yardım təyin olunur. Hesablama qaydasına gəldikdə isə, keçən ildən qüvvədə olan yeni sistem maraqlı bir tendensiya yaradır. Əvvəllər 4 nəfərlik ailənin gəliri 500 manat idisə, 1200-dən 500 çıxılıb 700 manat yardım verilirdi. Lakin yeni qaydalara əsasən adam başına düşən yardım məbləği təxminən 100 manat ətrafında hesablanır. Bu hesabla 4 nəfərlik ailəyə təxminən 399 manat yardım düşür. 5 nəfərlik ailədə bu rəqəm 499 manata, 6 nəfərlik ailədə 599 manata, 7 nəfərlik ailədə isə 699 manata qədər yüksəlir və bu artım ailə üzvlərinin sayına görə davam edir. Yanvar ayı üzrə ünvanlı sosial yardımın təyinatları artıq vətəndaşlara çatmağa başlayıb. İnsanlara SMS vasitəsilə və ya MİQOV elektron hökumət portalı üzərindən bildirişlər göndərilir. Dekabr ayının yoxlanışları yekunlaşdıqdan sonra indi artıq yanvar ayı üzrə həm təyinatlar, həm də imtina cavabları sistemə daxil edilir. Digər təqaüdlər, maaşlar və yaşayış minimumu. Bununla yanaşı, digər təqaüd növlərində, o cümlədən ailə başçısını itirməyə görə və əlilliyə görə əmək pensiyalarında da artımlar özünü göstərir.
Minimum əmək haqqı məsələsinə toxunsaq, hazırda bu rəqəm 400 manat olaraq qalır. Hazırda minimum maaşın 50 manat artırılaraq 450 manata çatdırılması istiqamətində rəsmi müzakirələr aparılır. Sonda isə ölkə üzrə yaşayış minimumu rəqəmlərini xatırladaq. Ölkə üzrə ümumi yaşayış minimumu 300 manat. Əmək qabiliyyətli əhali üçün 317 manat. Pensiyaçılar üçün 245 manat. Uşaqlar üçün 260 manat. Hörmətli izləyicilərimiz, bu videomuzun sonuna gəldik. Növbəti buraxılışımızda bütün pensiya və müavinət rəqəmlərini daha detallı şəkildə sizlər üçün təhlil edəcəyik. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.